Sertifikasiya imtahanı verən müəllimlər, gələn il verəcək müəllimlər yaxın əyləşsinlər. Görək bu illəri 23 iyunda sertifikasiya imtahanında, sabah da bilirsiniz imtahan var. Nə suallar düşmüşdür riyaziyyatdan? Nə kimi suallar? Çətin idimi? İşlədiyiniz ədəbiyyatlara uyğun idimi? Yaza bildiniz ama ay müəllimlər. Necə idi sualların səviyyəsi? Bir deyirsiniz, görüm yorumlarda. Burada 10 dənə sual hazırlamışam. Yəni düşən suallardan. Bilirsiniz ki, il ərzində bütün sualları mən zaten paylaşıram. Hər il biz paylaşırıq. Dərsləri keçdikcə mövzu, hər mövzuya uyğun nə imtahana, nə suallar düşübsə, həm MİQ-ə, həm sertifikasiyaya baxırıq. Gəlin baxaq birinci suala, görək nə deyir. Birinci sualda deyir ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Bax, mənim müəllimlərim də imtahana gediblər və imtahandan çıxanda mənə yazdıqları müzakirə qruplarına yazdıqları tək şey olur ki, qaydanı yaxşı bilsəz yazarsınız. Biz bilirik ki, y bərabərdir, qayda var. Y bərabərdir, ax üzərinə gəlinsin, b bölünsün, cx topla b şəklində olan bir funksiyanın qiymətlər çoxluğunu tapmaqdan ötürü rahat şəkildə tapa bilərik. Yəni, y fərqli olmalıdır. A bölünsün C-dən. Bunun A-sı 2-dir. C-in yerində duran ədəd 1-dir. Yəni, Y fərqli olmalıdır 2 bölünsün 1-dən. Yəni, 2-dən fərqli olmalıdır. Qalan bütün qiymətlər ala bilir. Mənfi sonsuzluqdan 2-yə qədər, 2-dən müsbət sonsuzluğa qədər qiymətlərini eləyə bilər, ala bilər. Keçək ikinci suala. İkinci sualda görək nə deyir. İki paralel düz xəttin bunları kəsən üçüncü düz xətt əmələ gətirdiyi daxili bir tərəfli bucaqların nisbəti 2-nin 7-yə nisbəti kimidir. Deyir ki, bu bucaqların fərqini tapın. Yenə bu da qaydadır müəllimlər. Bütün suallar əslində istər MİQ, istər sertifikasiya sualları qaydanı yaxşı bilən müəllim üçün problem təşkil eləmir. İmtahanda həyəcandan olur bəzən. İnsan ki, düstur yaddan çıxardır və yaxud da ki, oradakı səslər də, oradakı aura da insana təsir edir. Biz bilirik ki, 2 dənə paralel düz xəttin kəsərlə əmələ gətirdiyi daxili bir tərəfli bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Onda bunu 2K, bunu 3K, 7K qəbul eləsək, 2K ilə 7K-nın cəmi nəyə bərabər olacaq? 180 dərəcəyə bərabər olacaq. Buradan 9 dənə K-mız bərabər olacaq 180 dərəcəyə. K-mız isə bərabər olacaq 20-yə. K 20-dirsə, bu deməli 40 imiş, bu da neymiş? 7K 140 imiş. Bu bucaqların fərqini soruşur. 7K-dan 2K çıxacam, qalacaq 5K. 5-i də vuracam 20-yə, cavab eləyəcək 100. Yəni bu sualda cavab oldu 100 dərəcə. Keçək üçüncü sualımıza. Görək, ümumiyyətlə suallar rahat suallar idi. Yəni sertifikasiya müəllimləri şanslı. Bu illəri maşallah tarix müəllimləri də yaxşı yazıblar. Riyaziyyat müəllimləri də 600 ədədinin sadə bölənlərinin sayını tapın deyir. Ümumiyyətlə, sadə bölən nədir? Sadə bölən sayı deyəndə müxtəlif sadə vuruqların sayı nəzərdə tutulur. 600 ədədini vuruqlara ayırsaq, 600 bərabərdir 2 üstü 3, 3 üstü 1, 5 üstü 2. İstəyir burada 5-dən 100 dənə olsun. Nə olur olsun, fərqi yoxdur. Yəni, müxtəlif sadə vuruqları deyir. 1 dənə, 2 dənə, 3 dənə. Cavab olacaq B variantı. Keçək dördüncü sualımıza. Növbəti sualımızda 2 dənə zərə atırlar. Üst-üstə düşən xallar cəminin ondan böyük olma ehtimalını soruşur bizdən. Ondan böyük olma ehtimalı 2 dənə zərə atdıqda hər bir üzdə yəni bir zərin 6 dənə üzü var. Ümumi 2 dənə atanda 36 dənə hal olur. Elə deyilmi? Yəni bizim mümkün hallarımızın sayı 36 dənə olur. Məxrəcə yazıram 36. Bəs əlverişli hallarımız nədir? Hallar cəminin 10-dan böyük olması o deməkdir ki, ya cəm 11-dir, ya da ki 12-dir. Düzdür? Bəli, ay Zührə müəllimə. Cəmi 11 olanları yazsaq, hansıların ya 5 ilə 6 düşə bilər, ya da 6 ilə 5 düşə bilər. Qoyun biraz bunu qalınlaşdırın, biraz xəttimiz qəşəng olsun ki, könlümüz açılsın. Aha, burada neçə dənə halımız var? 2 dənə halımız var. Cəmi 12 olan isə 6-nın 6-ya düşə bilər. Yəni, bir dənə halımız burada var. Ümumilikdə 2 halımız burada, 1 halımız burada. Ya 11, ya 12 olduğuna görə cəmləyirəm. Yəni, 2 topla 1 bərabərdir 3 bölünsün 36, dan getdi. Cavab qaldı A variantı. 5-ci sualımıza baxaq. Bir cərgə ilə əyləşmiş 7 müəllimdən 4-ü riyaziyyat müəllimidir. Riyaziyyat müəllimlərinin yanaşma əyləşmə ehtimalını soruşur bizdən.
Baxın, yenə ehtimalın klassik tərifi nədir? Mümkün hallar, əlverişli hallar nisbəti. Ümumilikdə 7 müəllim var. Bu 7 müəllim bir cərgədə ixtiyari bir şəkildə düzülə bilərlər. 7 faktorial eləyir, elə deyilmi? Və 7 müəllimdən 4-ü riyaziyyat müəllimidir. Bunu bir blok kimi təsəvvür eləsəz, bir element kimi təsəvvür eləsəz, 4 dənə riyaziyyat müəllimi, riyaziyyat və riyaziyyat müəllimləri bir yerdə dayanıblar. Qalan 3 dənə element də ki, burada məsələn deyirəm, fizika müəllimləri, tarix müəllimi, 7 dənə müəllim var da, fərqli müəllim var. İndi bu bir blok kimidir. Burada da 3 dənə müəllim var. Ümumi oldu 4 blok. Yəni 4 dənə faktorial. Yaxşı. Və riyaziyyat müəllimləri də öz aralarında fərqli şəkildə bir-birindən yer dəyişə bilərlər. 4 dənə müəllimdir riyaziyyat müəllimisi. Biri Könül müəllimədir, biri Türkan müəllimədir, biri Nazənin müəllimədir, biri də Zülfiyə müəllimədir. Onlar da istəyirlər ki, Zülfiyə müəllimə deyir ki, gəl sən burada dayan, mən burada dayanıb belə dəyişirlər. 4 faktorial da bunların yer dəyişməsidir. Yəni bizim əlverişli halımız 4 faktorial vurulsun 4 faktorial, mümkün halımız isə 7 faktorialdır. Bunu da hesablayırsınız ümumilikdə adi hesabdır. 4 bölünsün 35, yəni A variantı. Növbəti sualımız integral. Mən bu tip sualların hər birini işlətmişdim. Yəni ümumiyyətlə insan imtahanına uyğun ədəbiyyatdan istifadə edəndə orada rahat yaza bilir. Burada da adi integraldır. 1 minus 2x, 1 plus 2x, a minus b, a plus b-nin kvadrat düsturuna görə mən bunu yaza bilərəm. İntegral -3-dən 0-a a kvadratı minus b-nin kvadratı kimi. A minus b düsturun açılışı necədir? A plus b. Elementar suallar düşüb də yəni. A-nın yerinə duran ədəd 1-dir, b-nin yerinə duran ədəd -2x-dir. Yəni burada elə bir ki, A yazacağım bunu 1-in kvadratı minus 2x-in kvadratı. Yəni 4x-in kvadratı. Yəni bunun integralını hesablayacağım. Baxın müəllimlər, dx bərabərdir. 1-in integralı biz bilirik ki, x-dir. 4x kvadratın integralı isə 4x kubu bölünsün 3-dür. Sərhədlərimiz -3-dən 0-adır. İndi 0-ı qoysaq zaten bir şey dəyişməyəcək. Çünki 0, bu da 0 eləyəcək. Bu da yuxarı sərhəddən aşağı sərhəddə çıxırıq. Aşağı sərhəddə -3-ü qoysaq yerinə, -3-ü gətirib yerinə qoysaq, biz 0 minus, bu tərəfdə 0 alındı. 0 minus, -3-ü gətirib yerinə qoysaq, -3 minus 4 vurulsun -3-ün kubu sadə hesablamada onu özünüz hesablaya bilərsiniz. Bu da 33 eləyir. Yəni 0-dan da 33-ü çıxanda -33 eləyəcək. Cavab olacaq B variantı. Növbəti sualımız daxilinə çəkilmiş, bu da qaydadır. Qaydanı bilsəz əslində bu sualda nə şəkil çəkməyə ehtiyac var, nə də bir şey eləməyə ehtiyac var. Daxilinə çevrə çəkilmiş bərabəryanlı trapesiyanın orta xətti 18 olarsa, trapesiyanın yan tərəfini soruşur bizdən. Biz bilirik ki, trapesiyanın əgər daxilinə, yəni ixtiyari dördbucaqlının, təkcə trapesiyadan söhbət getmir, ixtiyari dördbucaqlının daxilinə əgər çevrə çəkilibsə, onun qarşı tərəflərinin cəmi bərabərdir. Trapesiya deyilmi bu? Baxın. Bu trapesiya A oturacağı, B oturacağı yan tərəfləri bizə lazımdır. İndi baxın, bu da C olsun, bu da D olsun. Deyirik ki, əgər trapesiyanın ixtiyari dördbucaqlının daxilinə çevrə çəkilibsə, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabərdir. Yəni A topla B-nin cəmi bərabər olacaq C topla C-nin cəminə. İndi, yəni burada C topla C-nin yerinə də A topla B qoya bilərəmmi? Və yaxud da bərabəryanlı trapesiyadan söhbət gedir axı. Bərabəryanlı trapesiyada yan tərəflər bir-birinə bərabərdir. Yəni A topla B-nin yerinə 2C qoya bilərəm. Bəli, ay Zührə müəllimə qoya bilərəm. Bəs trapesiyanın orta xətti nədir müəllimlər? Trapesiyanın orta xətti oturacaqları cəminin yarısıdır. Yəni A topla B-nin yerinə 2C qoysaq, onun da yarısı eləyəcək C. Qutardı, getdi. Yəni bizə deyir ki, orta xətt 18-ə bərabərdir. Yəni C-miz 18-ə bərabərdir də, düzdür? Bəli. Bizə yan tərəfini soruşur. Yan tərəfinə elə biz C demişdik. Baxın, C demişdik, o da olacaq 18, yəni belə. Yan tərəflərin cəmini də soruşa bilər. Yəni fərqli-fərqli sual düşə bilər. Eşitirik bir törəmənin də elementar sualı düşüb. Törəməni bilən müəllim, yəni törəməni hesablamağı, adi törəməni hesablamağı bilən müəllim, hasilin törəməsi, fərqin törəməsi, yəni heç bir şey, məxrəcin törəməsi düşməyib ki, düzdür və yaxud da böhran nöqtəsi çox sadə elementar düşübdür. Nə deyir ki? Deyir ki, mən bilirəm ki, x üstü n ştrix
Yəni törəməsi bərabərdir. N vurulsun x üstündə n minus 1 düsturu ilə tapılır. Və sabitin törəməsi də 0-a bərabərdir. Sabit ədədin törəməsi 0-a bərabərdir. Gətirib bunu yerinə yazsam, olacaq 4 dənə x-in kubu, üzərinə gəlsin 3 dənə x-in kvadratı, üzərinə gələk 2x, 1-in törəməsi 1 sabit olduğuna görə 0-a bərabər olacaq. Burada deyir, mənfi 1-i tap. Yəni 4 vurulsun mənfi 1-in kubu, üzərinə gəlsin 3 vurulsun 1-in kvadratı, mənfi 1-in kvadratı da, üzərinə gəlsin 2 vurulsun mənfi 1 kimi hesablayacağıq. Və burada olacaq deməli 4-ü mənfi 1-ə vursaq, mənfi 4, 3, 2. Bu da eləyəcək mənfi 3. Cavab olacaq A variantı. 9-cu və 10-cu suallara da baxaq. Zaten digər müəllimlər, digər kursların nümayəndələri bütün sualları demək olar ki, paylaşırlar. Mən istədim bir 10 dənə sualı götürək, analiz eləyək, görək ki, nə düşüb də, necə bir səviyyədə düşübdür suallar. Mənə elə gəlir ki, suallar rahat səviyyədə idi, hamı keçə bilər. İndi həyəcan ola bilər, insan səhhəti ilə bağlı problemi ola bilər. İnsanıq, neçə illər təhsildən kənar qalan insanlar var ki, 9 illik məktəbdə işləyirlər. Mən onları da başa düşürəm ki, onlar məsələn bir dənə sinif, 2 dənə sinif götürürlər, heç ümumiyyətlə siniflərə girmirlər, müavin işləyirlər və yaxud da heç kimi qınaya bilməz ki, sən müəllimsən, niyə kəsilmirsən? Eybi yoxdur, müəllim üzərində daha yaxşı çalışar və gələn illəri gedər yüksək bal toplayar. Yəni həyatdır, insanıq, hamının başına hər şey gələ bilər. Özü savadlı olar, gedər imtahanda kimsə oradan qışqırar və yaxud da nəsə işıq sönar, bir şey olar, ona görə də kəsilə bilər. Bu həyatdır müəllimlər, başımıza hər şey gələ bilər. Burada nə deyir? X plus 1 funksiyası bu xətlərlə, bunları da aid biz işləmişik. Xətlərlə hüdudlanmış fiqurun sahəsini soruşur bizdən. Baxın müəllimlər, bizə nə deyir? X plus 1, yəni hansı sərhəd nədir? 3 ilə 5-dir. Yəni integral 3-dən 5-ə x plus 1. Obsi da 0-dır da, elə bunları bir-birinə yəni 0-dan mı çıxacaq x plus 1? Yəni buna ehtiyac yoxdur. Axırda bilirsiniz ki, sahə hesablanırsa biz orada müsbətin götürürük. Sahə heç vaxt mənfi ola bilməz. X kvadratı bölə 2, bu da yer x sərhədlərim də 3-dən 5-ə. Yuxarı sərhəddi qoyursunuz, hesablayırsınız. Aşağı sərhəddi qoyursunuz, hesablayırsınız. Ümumilikdə cavabı alırsınız 10. İstəyirsiniz mən hesablayayım, deyirsiniz ki, ay müəllimə, sən niyə hesablamırsan ki, bizə deyirsən ki, hesabla. Yuxarı sərhəddi qoyanda 25 bölünsün 2, 12,5-in üzərinə 5 gələndə müəllimlər, yuxarı sərhədimiz 17,5 eləyəcək. Aşağını qoyub hesablayanda 3-ün kvadratı 9, 9-u 4,5-in üzərinə 7,5 eləyəcək. 17,5-dən 7,5 çıxanda cavab eləyəcək 10. Bu da sonuncu sualımız. Mən imtahana getməmişdən qabaq demişəm müəllimlərimə. Düzgün 6 bucaqlıdır, düzgün 8 bucaqlı. Ümumiyyətlə, düzgün çox bucaqları təkrarlamaq lazımdır. Onların düsturlarını təkrarlamaq lazımdır. Düzgün 6 bucaqlının perimetri 42 cm olarsa, onun sayəsinin 3-dəki hissəsini tapın. Düzgün 6 bucaqlı nə deməkdir? Yəni, bərabər tərəfli. Bütün tərəfləri bir-birinə bərabər olduğu üçün və 6 dənə say olduğuna görə n6 verib də. Perimetri düzgün 3 bucaqlı deyirsə 3A, 4 bucaqlı deyirsə 4A, 5 bucaqlı deyirsə 5A. 6 bucaqlı dediyinə görə perimetrimiz 6A düsturu ilə tapılacaq. Deyir, nəyə bərabərdir? 42-yə bərabər. Bərabər eləyirəm 42-yə. İndi mən buradan təbii ki, A-nı tapa bilərəmmi? A-nı tapa bilərəmmi? A-mız 42-ni 6-ya böləndə eləyəcək 7. Bundan bu dınqıldadı getdi də, elə bil ki. Tərəfi A olan bərabər tərəfli düzgün 6 bucaqlığında, daha doğrusu sahəsini soruşur. Sahəsinin 3-dəki sahəsi 3A kvadratı kök 3 bölünsün 2 düsturu ilə tapılır. Yaxşı. İndi burada A-nı tapmışıq da 7. 3 vurulsun 49 vurulsun kök 3 bölünsün 2. Düzdür müəllimlər? Bəli, ay Zöhrə müəllimə, düzdür. 49-a vuranda 147 dənə kök 3 bölünsün 2-dən tapılacaq. İndi mənə bunu demir. Mənə deyir ki, sahəsini tap. Variantlarda da var. Miniyə düşməyək. Mənə deyir ki, sahəsinin 3-dəki hissəsini tap. Yəni 147 kök 3 bölünsün 2-nin 3-dəki hissəsini tap deyir. Yəni vur 3-də 2-yə. Danq, getdi. 147 də yəqin ki 3-ə bölünəcək. 4, 49. 49 kök 3 olacaq. Cavab olacaq B variantı. Bu qədər müəllimlər. Bu tip videolardan xəbərdar olmaq üçün bilirsiniz ki, Leyla müəllimə ilə mən yəni ödənişsiz qruplarda sertifikasiya düşən, miqqa düşən, əvvəlki illərdə düşmüş, düşə biləcək sualları paylaşırıq. Siz də ödənişsiz qruplarımıza qoşulmaq istəyirsinizsə, buradakı nömrələrlə əlaqə saxlayın, sizi ödənişsiz qruplara əlavə eləsinlər.
Çox ödənişsiz qrup görmüşəm. Ay müəllimə, ödənişsiz deyib ödənişli keçirlər. Xeyr müəllimlər, illər mən 10 ildir bu işi görürəm. Yəni bilənlər bilirlər. Müxtəlif kurslarda da fəaliyyət göstərmişəm. İndi özüm fərdi Zel Akademiyada fəaliyyət göstərirəm. Özümüzün, yəni Leyla müəllimə ilə mənim özümün açdığım kursdur. Yəni bilənlər bilir ki, mən illərdir, il ərzində elə olur ki, 2 ay, 3 ay, aylarla ödənişsiz dərslər keçirəm. Onu təmənnasız eləyirəm. Deyir, kiminin duası, kiminin pulu. Bacardığım qədər öz müdavimlərimə kömək olduğum qədər ödənişsiz qruplarda olan müəllimlərə də kömək olmağa çalışıram. Ay, bu ödənişsiz qrupdur, bura nəsə atmayım, elə eləmirəm. Vicdanla insan bir pulla yanaşı dua da qazanmalıdır. Çünki bizi həyatda xilas edən şey dua olacaq. Hələlik müəllimlər, növbəti videolarda, növbəti dərslərdə görüşərik inşallah.